الحمد لله برحمته اهتدى المهتدون وبعدله وحكمته ضال الضالون. الحمد لله شرح صدور المؤمنين فانقادوا لطاعته وحبب إليهم الإيمان وزينه في قلوبهم. الحمد لله المحمود على كل حال، ونعوذ بالله من حال أهل الضلال. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، لا يسأل عما يفعل وهم يسألون. وأشهد أن محمدًا عبد الله ورسوله تركنا على مهجة البيضاء لا يزيغ عنها إلا أهل الأهواء والظنون، صلى الله وسلم وبارك عليه وعلى آله وأصحابه وأتباعه بإحسان إلى يوم لا ينفع فيه مال ولا بنون إلا من أتى الله بقلب سليم. أما بعد، فأوصيكم بتقوى الله، فإنها وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Aziz, değerli kardeşler, aziz Müslümanlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın hem bize hem bizden evvelki nesillere ettiği bir nəsihətidir. Biz sizden evvelki əhl-i kitaba tövsiyə ettiğimiz kimi size de Allah'tan qorxmağı tövsiyə edirik. Ve sonra bil ki, sahabelerin hayatından danışmaq, sahabeleri hatırlamaq heç də mücərrəd rəvayətlər deyil veya hansısa geçmiş tarixi hadisələrin nəqli deyil. Əksinə səfərdir. Dünyanı parladan bir nurla səfərə çıxmaqdır. Səbr edənlərin gözyaşları, mücahidlərin alın təri ilə iman sətirləridir. Onlar kişilər idi, qadınlar idi. Hansı ki Allah Taala təmizləyib onları öz kitabında pak olduqlarını vurğulayıb və tərifləyib, məd edib, Peyğəmbər sallallahu aleyhi və səlləm öz sünnəsində ona görə misal olublar, nümunə olublar, paklıqda, saflıqda, ixlasda, yəqinlikdə, salih əməl etməkdə, necə ki hər bir ümmətin xatırladığı, şərəflə zikr etdiyi və tarixini fəxrlə qeyd etdiyi kişilər olduğu kimi İslam ümmətinin də fəxr etdiyi insanlar var. Bunlar bütün səhabələrdir. Hansılar ki dünyaya peyğəmbərlik, nübüvvət nəfəsi ilə nəfəs veriblər. Səmanın ulduzları olublar. Bugün bu ulduzlardan birinə toxunacaq. O ulduz hansı ki qadındır. Zikri daimi xatırlanmağa layiq olan, əzəmətli qədri olan, yüksək məqam sahibi, iman damarlarında axmış, səbir və Allaha təslimiyyətdə onun qəlbi kimi bir qəlb olmayıb. Sanki hamısı onda cəm olub. Qadın cəm edib, özündə ağlı, dini cəm edib, həyanı, şücayəti cəm edib Peyğəmbərə qarşı olan səmimi, sadiq sevgisi ilə tam, kamil ixlası. Qadın hansı ki danışacaq onun haqda, şərəfləndirib onu Allah Taala imanla, şərəfləndirib tarix onun gözəl zikrini saxlamaqla, şərəfləndirib onu İslam, onu Peyğəmbərin qəlbinə gedən
nur evlerinden bir ev etməklə ona görə layiqdir, xatırlansın, zikr olunsun və yaraşar ki, xatırlayaq və haqdır üzərimizdə dayanaq onun həyat yolunda. Baxaq necə yaşayıb, necə ömür sürüb, həyatını nur kəlmələri ilə sətirləyək və haqlıdır da sətirlənsin həyatı, xatırlansın cümələrdə, minbərlərdən, xatırlansın zikir məclislərindən. Çünki onun həyatı tarixin səhifələrindən bir səhifədir. Hansı ki, parlaq imanla dolu bir səhifə. O səhifədən tərbiyə almalıyıq. O səhifədən yəqinli götürməliyik. Çünki bununla fədakarlıq və səmimiyyət qəlbimizdə həkk olur. Əgər hər hansı bir ana övladı ilə fəxr edə bilsəydi, hər hansı bir ana oğluna görə İslam ümməti ilə fəxr edə bilsəydi və hər hansı bir ana İslam ümmətinin qarşısında Peyğəmbərin, Peyğəmbərliyinin payından pay götürmüş övladı ilə fəxr edə bilsəydi, bu o qadında cəm olardı. O qadın Ənəs ibn Məlikin anasıdır. Ummu Süleym binti Milhan radiyallahu anha. Ummu Süleymin həyatından danışıqda dayanmadan keçməyə bilməliyik. Çünki o həyat mədrəsədir. Hər bir ana üçün, hər bir həyat yoldaşı üçün, əksinə hər bir qadın üçün və həddi aşmarıq, yanılmarıq desək ki, hər bir müsəlman üçün, istər kişi, istər qadın, onun üçün bu qadının həyatı örnəkdir. Elə isə addımlayaq bu qadınla, onun həyatına nəzər salaq, səfər edək həyatına. Səhabədir, dəyərli bir səhabə, səhabə qadınların böyüklərindən ismi az qalır ki, tanınmasın. Qulaqlar çox eşidib bu adı, övladının adını, Ummu Süleym binti Milhan, İbni Xalid ibn Zeyd ibn Haram, İbni Cundub el-Ənsari. Ənsarlardan idi bu qadın. Və adında da ixtilaf edilib, deyilib ki, səhli olub. Bəziləri deyib ki, Rumeysədir və ləqəbi də Rumeysə və ya Rumeysə olub. Lakin ittifak ediblər künyəsində Ummu Süleym binti Milhan kimi tanınıb, Ummu Haramın bacısı kimi tanınıb. Səhabədir, oğlu da dəyərli bir səhabədir, Ənəs ibn Məlik. Hansı ki, şərəflənib Peyğəmbər sallallahu aleyhi və səlləmə xidmət etməklə və bu ana haqda danışdıqda bil ki, o ana haqda danışırsan ki, hansı ki, tək olan övladını Peyğəmbərə xidmətçi olaraq təqdim edib, dünyaya tamah saldığı üçün yox, Allahın yanında olana ümid etdiyi üçün, İslamı dəyərləndirdiyi üçün, İslam Mədinəyə daxil olduqda, İslamın nuru Mədinəyə yayıldıqda və bu nurun sahibi, Mədinənin sahibi öz bayrağını Mədinənin şərqinə, qərbinə daşıdıqda, ənsarlardan birinin evini seçmək istədikdə, məhz bu qadının evini seçib. Ona qonşu olub, ona qonşu, ona divar qonşusu olaraq seçib orada yaşayıb. Ona görə bu ailədən öyrənəcəyik dinimizi bugün. O saflıqdan, o paçlıqdan, İslam həyatının mənasını daşıyan bu ailə sadiqliyindən, səmimiyyətindən iman edib Peyğəmbər sallallahu aleyhi və səlləmə. Hələ Məkkədə Peyğəmbər sallallahu aleyhi və səlləm hələ Mədinəyə gəlməmişdən qabaq və ənsarlardan hansılar ki Peyğəmbər sallallahu aleyhi və səlləmə beyyət etmişdilər az sayda, onlardan biridir bu qadın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyində Ənəsin atası hələ kafir idi. Məlik ibn Nadır iman etməmişdi və qadın iman edəndə yox idi yanında. Bir müddət sonra qayıdır və görür ki,
həyat yoldaşı iman edib. Deyir ki, ona əsəbəut, dinini dəyişmisən, qaytarır qadın cavabında, deyir ki, mən əsəbəut, vələkinni əmənd. Mən dinimi dəyişməmişəm, lakin iman etmişəm. Baxmayaraq Ənəs hələ südəmər körpəydi, ona təlqin edirdi, desin ki, la ilahə illallah, Allahdan başqa ibadətə layiq məbud yoxdur, ilah yoxdur. Desin ki, əşhədə ənə Muhammedən Rasulullah, desin ki, Muhammed onun elçisidir, öyrədirdi körpəsini. Ata isə deyirdi ki, la tufsid aleyyə ibni, mənim övladımı mənə fəsad eləmə, yəni pozma. Deyirdi ki, cavabında, inni lə ufsiduhu, mən onu fəsad etmirəm, pozmuram. Və həlak olub Məlik ibn Nadır, səfərlərin birində Şama çıxdıqda, düşmən olduğu bir kəs tərəfindən öldürülüb. Və ondan sonra qadın deyib ki, Ənəs özü süddən ayrılmayınca onu heç vaxt süddən ayırmaram. Və o izin verməsə, heç kimə ərə getmərəm. Çünki yaşamışdı küfrün kölgəsi altında, dadmışdı kafir olan ərin acılığını. Ona görə övladının fitrətinin pozulmasını istəmir. Salamatlığını istəyir, onu İslam'a rəğbətləndirir. İslamın, ümmətin, dəvətin yükünü çəkmək istəyir. İstəyir ki, bəşəriyyətə sadiq bir insan təqdim etsin. Və təqdim edib də Ənəs, o məşhur səhabə, alim, mücahid, anası ona və ümmətə ən xeyirli hədiyyə edib. Xeyirli hədiyyəsi onu Peyğəmbər sallallahu aleyhi və səlləmin xidmətçisi edib və səbəb olub Allah Taala'nın, Peyğəmbərinin sünnəsini qorumaq üçün o oğlanı səbəblərdən bir səbəb edib. Dinini kamil qoruması üçün bir vasitə edib. Və Ənəs ibn Məlik Peyğəmbərə xidmət elədiyi ərəfədə ümmət üçün minlərlə hədis nəql edib. Peyğəmbərin əhvalından, sözlərindən, əməllərindən, hansı ki qeyrisi bunu edə bilməyib. Çünki onun gördüyünü başqası görməyib. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında davamiyyətdə olduğu üçün ona görə haqlıdır ki, bu ana haqda danışaq və haqlıdır ki, fəxr etsin bu ana əməli ilə, övladına təqdim etdiyi ilə və fikri ilə, hansı ki ondan başqa heç bir qadın bu cür fikirləşməyib. Onu Peyğəmbər sallallahu aleyhi və səlləmə verəndə, xidmətçi kimi təqdim edəndə, Peyğəmbər sallallahu aleyhi və səlləm onun rəğbətinə, onun istəyinə cavab verib. Bunun mücərrəd İslamı ilə kifayətlənməyib, əksinə əzəmətli bir iş üçün onu sövq edib və cəm edib onun üçün dünya və axirət xoşbəxtliyini. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə daxil olduqda, İnsanlar Allah'a yaxınlaşmaq üçün Peyğəmbərə bacardıqları qədər, əllərindən gəldikləri qədər hədiyyələr təqdim etdiyi bir ərəfədə onun təqdim etməyə başqa bir hədiyyəsi olmayıb. Tək övladı, hansı ki onu xidmətçi olaraq elçilərin ağasına təqdim edib. Deyir ki, Ənəs, anam məni, Ummu Ənəs, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gətirdi və başörtüsünün yarısı ilə məni izara bürünmüşdü. İzara yəni bədənin aşağı hissəsini örtmüşdü onu ilə. Digər başörtüsünün yarısı ilə mənim çiyinlərimi örtmüşdü. Rida kimi çiyinlərimə bürünmüşdü. Və dedi ki, ya Rasulallah, bu sənin xidmətçindir. Onun üçün dua et. Və dedi ki, Allahın elçisi, Allahım, onun malını artır, övladını artır, ömrünü uzat, onun günahlarını bağışla. Deyir ki, Ənəs, Peyğəmbər sallallahu aleyhi və səlləmin duasından sonra mən övladlarımdan 102 və ya 100-dən 2 əsli, yəni 98-ini dəfn etmişəm. Bağımın ildə 2 dəfə bəhrəsini yığıram. Həyatda o qədər yaşamışam ki, artıq bezmişəm həyatdan. İndi isə 4-cünü gözləyirəm. Bəzi rəvayətlərdə işarə edir Peyğəmbər sallallahu aleyhi və səlləmin onun üçün bərəkət diləməsinə. Deyir ki, ikisini artıq görmüşəm, 3-cünü gözləyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin duasından ənsarların ən çox malı olanı mənəm, ən çox zürriyyəti olan mənəm, ömrümə bərəkət verilib
və yaşayıb radiyallahu anh bir əsrdən 3 il daha çox. Və qadın baxmayaraq əli aşağı idi, kasıb idi, övladını geyindirməyə başörtüsündən başqa bir şey yox idisə, lakin nəfsi, qəlbi zəngin idi. İmanının gücündən Allah Taalada və axirətdə olana baxmışdı və Allah Taala da cavab vermişdi ona, sevindirmişdi, onun övladına bərəkət verərək, etdiyi, Allah yolunda çəkdiyi fədakarlığına görə etdiyi hədiyyə, töhfəsi əzəmətli bir hədiyyə idi. Əzəmətli bir töhfə idi övladı üçün. Bu göstərir ki, əzəmətli rəğbət, yüksək istək sahibi idi. O səxavətli ana istəmişdi ki, övladının bu şərəfdən böyük payı olsun. Və zaman uzadıqca bu fəxr, bu izzət davam etsin. Elə də oldu. Ənəs ibn Məlikin adı Peyğəmbərlə çəkilməyə ta günümüzə kimi davam edir. Çünki ləqəbi Peyğəmbər sallallahu aleyhi və səlləmin xidmətçisi kimi tanınır və fəxr edirdi bunu ilə və deyirdi ki, mən ümid edirəm ki, qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləmlə qarşılaşanda deyim ki, ya Rasulallah, mənəm xidmətçi Ənəs. Və rəvayət olunur, deyirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə 10 il xidmət etmişəm, bir dəfə mənə uf deməyib, etdiyim hər hansı bir şey üçün deməyib, niyə etmisən? Və ya tərk etdiyim hər hansı bir şey üçün deməyib, niyə tərk etmisən? Və Peyğəmbərin əli kimi yumuşaq, nə bir ipəyə, nə bir xəzə toxunmuşam. Onun tərindən daha gözəl, misk bir ətir qoxulamamışam. Və ananın övladı üçün etdiyi bunu ilə kifayətlənməyib, əksinə əri vəfat edəndən sonra İslam üçün etdiyi ondan daha da əzəmətli olub. Baxmayaraq, bir çoxları ona elçi düşsə də, lakin Allah Teala yazmışdı ki, ona elçi Zeyd ibn Səhəl ibn Əsvad ibn Haram düşsün. Əbu Talha kimi məşhur olan şücayətli bir kişi, səxavətli, igid biri, az halda onun kimi görünüb. Ona görə Ənəs deyir ki, Talha Ummu Süleymə elçi düşdü və dedi ki, anam, Allaha and olsun ki, ey Əbə Talhə, sənin kimisi rədd olunmaz, inkar edilməz, lakin sən kafir bir kişisən. Mən isə müsəlman bir qadınam, mənə halal olmaz, səninlə evlənim. Əgər İslamı qəbul etsən, bu mənim mehrimdir, səndən başqa mehir istəməyəcəm. Və İslamı qəbul edir Əbu Talhə və bu da mehri olur və deyir ki, Səbit, heç bir qadının İslam kimi belə bir şərəfli mehr olduğu eşidilməyib. Bunu ilə Əbu Talhə onu ilə evlənir. Allahu Akbar. İnsan əgər İslamla yaşayırsa, İslam üçün yaşayırsa, onun dəyərləri ilə yer üzərində gəzir. Ona görə bu qadın baxmadı dünyaya, tamah salmadı dünyaya. Çünki dedi ki, dadmışdı kafir ərin acılığını. Ona görə də Ənəs radiyallahu anhunun dediyi kimi İslam müqabilində o kişi ilə evlənir. İstəyir ki, həyatı yenilənsin. İstəyir ki, imanla həyatını təzələsin. İmanının şirinliyini datsın. Ona görə tarixdə iz qoyub bu əməli ilə. Qadınlara sanki səslənib ki, ən dəyərli, ən bahalı mehir o mehirdir ki, halalla qazanılıb, halala sərf edilib. Bunda Allah rizası, Allahın üzü qəsd edilib. Ona görə Ummu Süleym və ailəsi baxsan, yaşayıb sünkar bir nizamda, fədakar bir nizamda, gözəlliyin, sevginin, imanın, itayətin cəm olduğu bir mühitdə. Ona görə tarix qulaq asmalıdır bu hekayəyə, o həyat yoluna. Zaman durmalıdır ki, insanlar bu ailənin möhtəşəmliyini eşitsin. Və o mənzərə, hansı ki bu ailədən görülüb, dünyada az bir ailələrdə görünər. Bəlkə də görünməz. Dünyanın hər hansı bir küncündə, dar bir çərçivəsində bir ailədə ola bilər. Onu da o ailədə olanlardan başqa kimsə bilməz. Deyir ki, Ənəs radiyallahu anhu, Əbu Talhanın Ummu Süleymdən olan övladı öldü.
Bu o vaxt baş vermişdi ki, Əbu Talhə səfərə çıxmamışdan əvvəl övladı xəstələnmişdi və səfərdən qaydana qədər uşaq ölür. Deyir ki, qadın ailəsinə Əbu Talhə gələndə ona heç nəyi xəbər verməyin, mən özüm ona xəbər verəcəm. Elə ki, əri qaydanda, uşağı soruşanda deyir ki, o əvvəlkindən daha sakitdir. Sonra qabağına yemək qoyur, axşam yeməyi. Elə ki, yiyir, içir, durur qadın, bəzənir əri üçün. Elə bəzənir ki, bundan əvvəl onun üçün belə bəzənməyib, sonra aralarında yaxınlıq olur. Elə ki, başa düşür ki, əli səfərin yorğunluğunu atıb çiyinlərindən. Deyir ki, ona, ey Əbu Talhə, əgər bir qövmə əmanət olaraq bir ailəyə nəsə versə, sonra ailədən o əmanəti tələb etsə, onu verməməyə haqları varmı? Ona mani ola bilərlərmi? Deyir ki, xeyr. Deyir ki, elə isə Allahın aldığını Allahdan ümid et. Savabını Allahdan və qəzəblənir Əbu Talhə. Deyir ki, təraktəni həttə talaqqattu, thumma əxbərtəni bi ibnəti. Sən məni tərk etdin, mən bulaşdığıma bulaşdım, sonra məni övladımla xəbər verdin. Elə bilir ki, qadın ancaq şəhvətinin dalınca düşüb, bilmir ki, əksinə, qadın ondan daha çox əziyyət çəkir. Lakin ərinin razılığını, Allahın razılığını üstün tutduğu üçün xəbər vermir ki, səfərin yorğunluğu çiyinlərindən düşsün. Və də Əbu Talhə kimi çoxları fikirləşər. Ona görə qalxıb Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gedir və şikayət edir, xəbər verir olanı və Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir onlar üçün. Deyir ki, Allah Teala sizin o gecənizə bərəkət versin və hamilə qalır və bir oğlan övladı, necə Ənəs deyir ki, anam bir oğlan övladı dünyaya gətirdi. Sonra mənə dedi ki, onu heç kim əmizdirməmiş, o vaxt adət idi, körpədə olanda süd anaları övladı əmizdirirdilər o uşağı anasından qabaq. Deyir ki, onu heç kim əmizdirməmiş, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına apar və səhər açıldıqda onu qucağıma aparıb Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına getdim. Onu ilə qarşılaşdıqda əlimdə heyvana damğa vurmaq üçün qızdırılmış bir dəmir var idi. Möhür var idi məni görəndə. Dedi ki, deyəsən, Ummu Süleym övladını dünyaya gətirib. Dedim ki, bəli, və əlindəki dəmiri bir kənara qoydu və uşağı onun qucağına qoydum. Sonra Mədinə əcvasından bir əcva istədi, yəni xurma istədi. Onu dişləri ilə çeynəyib yumuşatdı. Sonra uşağın adına qoydu və uşaq o xurmanı soğurmağa başladı. Dedi ki, sallallahu aleyhi və səlləm, baxın ənsarların xurmaya olan sevgisinə. Sonra uşağın üzünü əli ilə sürtdü və uşağın adını Abdullah qoydum. Və deyir ki, ravi, o ananın səbr etməyinə görə əzəmətli mükafat aldı. Peyğəmbərin duasına müvəffəq oldu hər ikisi. Dedi ki, olarsın, Allahumma bərik ləhumə fi leylətihimə. Allahım onların gecəsində onların hər ikisinə bərəkət ver. Və deyir ki, ravi, o uşağı gördüm, yəni Abdullah'ın 7 övladı var idi. Hamısı Quranı xətm etmişdilər, yəni əzbər bilirdilər. Bu ailənin, Peyğəmbərin şəxsiyyətinə olan sevgisi, səxavəti əksinə qarşılıqlı idi. Peyğəmbər sallallahu aleyhi və səlləm də bu ailəni sevmişdi. Gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə onların evindən başqa heç bir evə girmirdi. Qadınlarının evləri istisna olmaqla deyirdi ki, mən o qadına rəhm edirəm, onun qardaşı mənimlə şəhid olub. Ona görə daxil olurdu onun evinə və qadın onu qonaq kimi qəbul edirdi. Onun üçün nəsə hazırlayırdı. Və bir gün deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün mənim evimdə yatdı. Onun üçün dəridən bir döşək qoymuşdum və tərlədi və tərini bir qaba yığdım. Sonra ətrimlə qatdım. Və gəlib ki, bəzi rəvayətlərdə Peyğəmbər sallallahu aleyhi və səlləm soruşur səbəbini bu ondan. Deyir ki, bərəkətini diləyirik. Onu ətirimizə qatırıq. O ən gözəl ətirdir. Və İbn Həcər radiyallahu rahiməhullah deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin onun evinə daxil olması ona görə idi ki, evlər bir idi, yanaşı idi və həmçinin məhrəmlərinin yanında daxil olurdu. Və yaşayıb radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında əhdində, ona verdiyi əhdə xilaf çıxmadan, əksinə vəfalı olaraq və vəfat etdiyində sallallahu aleyhi və səlləm ondan razı idi. Bu, onun Peyğəmbərə olan sevgisi idi və əhdinə vəfalı olmağını Ümmü Atiyyə radiyallahu anhə nəql edir.
Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə beyyət etdikdə Peyğəmbərin əhdinə vəfalı olan 5 qadın qalıb. Bizdən əhd almışdı ki, ölülərin üzərində ağlayıb vay şivən qopartmayacaq. Bu əhdə 5 qadın vəfalı çıxıb. Ummu Süleym, Ummu Alə, Əbi Səbranın qızı, Muazın həyat yoldaşı və bir qadın. Əksinə Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etməmişdən onu cənnətlə müjdəliyib. Necə ki, İmam Buxari rəvayət edir Cəbir ibn Abdullah radiyallahu anh'ın hədisində. Deyir ki, sallallahu aleyhi və səlləm Rəaytəni dəxəltül cənnə, məni görərdin, cənnətə daxil oldum və orada Rumeysə Əbu Talhanın həyat yoldaşını gördüm. Və deyir ki, sallallahu aleyhi və səlləm cənnətə daxil oldum, ayaq səsləri eşittim, soruşdum kimindir? Dedilər, Rumeysə bintil Milhanindir, Ənəsin anasınındır və hikmətli sözləri də olub. Dərin düşüncəsinə, fikrinə dəalət edən sözləri olub, hansı ki nəql olub bəziləri bizə. Və kifayətdir ki, bir sözünü nəql edək. O vaxt Osman ibn Affan radiyallahu anhu qətl edilir. Deyir ki, əmə innəhu ləm yəhlibu bə'dəhu illə dəmə. Deyir ki, bilin ki, onlar ondan sonra, yəni Osmandan sonra qandan başqa bir şey sağa bilməyəcəklər. Yəni ümmət qan ixtilaf içində batıb gedəcək və yaşayıb ən xeyirli əhdlərdə Əbu Bakırın zamanında, xilafətində, Ömərin, Osmanın xilafətində və 40-cı illərdə Muaviyyə radiyallahu anh'ın xilafətində vəfat edib, radiyallahu anhə. Və bu ailədən tarixin və bizim öyrəndiyimiz ən əzəmətli dərs, ən mübarək dərs o idi ki, İslam səfərdir. Başlayır ömrün başlanğıcı ilə təvhiddən, davam edir salih əməllə, bu düynə görə ediləcək fədakarlıqdan və qurtarır aləmlərin Rəbbinin yanında, onun razılığı ilə və əbədi neymətləri ilə. Allah Teala ondan, o qadından razı olsun və Allah Teala onu razı salsın. Bizi Peyğəmbərlə, səhabələri ilə əbədi neymət diyarında cəm etsin, bizi eşidib faydalardan etsin, İslamı, müsəlmanları izzətdə etsin, müsəlmanların zəiflərinə kömək etsin, azlarını doyursun, susuzlarını doyursun, xəstələrinə şəfa versin, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril musliminə min kulli zəmb fəstəğfiruhu innəhu huvəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyəyi vəl-mursəlin Nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthirən əmmə bə'd. İbadallah, İnnəllaha ya'muru bil-ədli vəl-ihsani və itə'i zil-qurbə və yənhə anil fəhşai vəl-munkəri vəl-bəği yə'idukum ləalləkum təzəkkərun və aqimussalah.